Çox yaxşı sualdır. Əslində bir çox nümunələr var ki, insanlar biznesi bir həddə gəlib çatırlar və həmin həddən sonra deyirlər ki, mənə bu qane eləyir, mənə bəs eləyir və o formada işləməyə çalışırlar. Belə bir ibarə var, əslində o rus dilindədir, mən onu tərcümə edib deyirəm ki, belə bir deyim var ki, əgər yerində qalmaq üçün sən qaçmalısan. Əgər sən bir yerdə qalmaq istəyirsənsə, daima hərəkətdə olmalısan. Biznesdə belədir. Sən əgər biznes konjunkturundasansa, hər şey davamlı inkişaf eləyir. Sənin rəqiblərin, mühit, iqtisadiyyat, bunlar hamısı davamlı hərəkətdədir. Əgər sən yerində qalırsansa və olduğunla qane olmaq istəyirsənsə, əmin olmalısan ki, sən geriləyəcəksən. Ona görə də ən azından davamlı hərəkətdə olmalısan. Bu adətən bir nə zaman baş verir? Bayaqları da qeyd elədik. Biznesin bir mərhələdən digər mərhələyə keçid dövrü var. Sahibkar özü işləyir, gəlir artır. Adam başı deyir ki, ayda məsələn üçün 300 manat qazana bilirik mənfəət olaraq. İşçi sayını artırır 2 dəfə. Baxır görür ki, bəli, mənfəət artdı. Məsələn, bu 7 nəfərə qədər özü idarə edə bilir. Adam başı artıq 600 nəfər. 600 manat biz mənfəət əldə edə bilirik. Növbəti mərhələ məsələn işçi sayını yenidən artırır. Bu artıq özü işçisindən idarə etməyə çəkilməlidir. Onu etmir və işçiləri də normal idarə edə bilmir. Belə olduğu halda baxır ki, məsələn üçün adam başı qazanılan mənfəət düşür aşağı. O da səbəb başa düşür ki, öz-özlüyündə psixoloji olaraq ki, bəli, məndə kiçik biznes modeli olanda daha rentabel idi. Mən böyütdüm, insanları götürdüm və rentabelliyi aşağı düşdü. Burada səhvi, günahı insanlarda görür, başlayır işçiləri işdən çıxartmağa və köhnə modelə qayıtmağa. Hansı modeldə ki, bu özü idarə edə bilirdi insanların sayını. Özü həm də işin içərisində idi. Amma burada baş verən səhv onun özündə idi ki, insanların sayını böyütdü, şirkəti böyütdü, özü də böyüməli idi, özü idarə etməyə çəkilməli idi. Bunu etmədi deyə biznes model də uğursuz oldu. Və bunun düşüncəsində belə bir nöqtə yaradır ki, bəli, mən böyüməsəm daha yaxşıdır. Hələ bu mənə qane eləyir. Onunla da qane olur deyə və uzun illər, aylar ki, elə həmin nöqtədə qalıb və digər rəqibləri artıq qat-qat irəli gediblər.